Salam müəllimlər. Bu gün də MİQ 2025 informatika suallarının davamını izah edəcəm. Biraz məsafə oldu vaxtla əlaqəli. Bu gün iki kodlaşdırma sualına baxacağıq müəllimlər. Demək, birinci sualımız belədir. Demək, müəllimlər, sualımızın şərtinə baxaq. Deyir ki, girişə natural ədədlər daxil edilir. Hər ədəd üçün ədədin 4-ə bölünməsindən qalan qalığı, ədədin 3-ə bölünməsindən qalan qalığı, ədədin 2-ə bölünməsindən qalan qalığı göstərildiyi ardıcıllıqla soldan sağa birləşdirilərək demək, 3 rəqəmli ədəd qurulur. Bu qayda ilə neçə fərqli 2 rəqəmli ədəddən 301 ədədi qurular? Demək, müəllimlər, bu sualın mahiyyətinə birinci baxaq və bu sual üçün mən iki yanaşmadan istifadə edəcəm. Yəni, bir üsulla izah edəcəm və eyni zamanda ikinci üsulla da izah edəcəm. Hansı ki, ikinci üsul bizə interval böyük olduqda daha əlverişli bir üsul olmuş olacaq. Sualın mahiyyətinə isə qayıtsaq müəllimlər, yəni elə bir iki rəqəmli ədədlər götürməliyik ki, onun 4-ə bölünməsindən alınan qalığı, 3-ə bölünməsindən alınan qalığı və 2-yə bölünməsindən alınan qalığı soldan sağa doğru yazdıqda 300 bir ədədi alınsın. İndi demək müəllimlər, birinci baxırıq ki, ədədin 4-ə bölünməsindən alınan qalıq demək ki, neçə olubdur? 3 olub, düzdür? Bunu yazaq. Çünki soldan sağa doğru düzəndə 301 alınıbdır. Yəni soldan sağa doğru 301 alınıb. Demək ki, ədədin 4-ə bölünməsindən alınan qalıq 3-dür. Sonra ədədin demək 3-ə bölünməsindən alınan qalıq 0-dır. Buradan o zaman nəticə çıxır ki, demək bu ədədlər hansı ki, 2 rəqəmli ədədlərdə içərisindən 3-ə bölünəcək. Demək bu, yəni çünki qalıq 0 olduğuna görə, demək bu 2 rəqəmli ədədləri qeyd edək. 2 rəqəmli ədədlər 3-ə bölünür. Hardan bir daha deyirəm, nəticə çıxardıq. Çünki qalıq 0 3-ə bölünür. İndi baxırıq ki, ədədin 2-ə bölünməsindən alınan qalıq isə nəyə bərabər olub? 1-ə bərabər olub. Yenə də buradan da bir nəticə çıxarmaq olar ki, demək ki, 2-ə bölünməsindən alınan qalıq 1 isə həm bu ədədlər 3-ə bölünür, həm də tək ədədlərdir. Tək ədədlərdir. Düzdürmü? Qeyd elədim. Yəni, hələ ki, ədədin 4-ə bölünməsindən qalan qalığa baxmıram müəllimlər. Nəticədə hələ ki, bu ikisindən nəticə çıxartdım ki, ədəd 3-ə tam bölünür və bu ədədlər təkdir. Gəlin, 2 rəqəmli ədədlər içərisindən 3-ə bölünən və tək ədədlərin hamısını yazaq. İlk 15-dən başlayıb, düzdürmü müəllimlər? Sonra 15-dən sonra 21 gələcək. Sonra gələcək 27 və diqqətli olsaq görürük ki, burada bir ədədi silsilə yaranır. Hər dəfə 6 vahid arta-arta gedir, düzdürmü? Yəni, silsilə fərqi burada 6-ya bərabərdir. O zaman tez-tez tapmaq üçün hər dəfə 6 vahid artırarıq. Bu olacaq 33, 39, sonra 45, 51, hələ ki bunları yazıram, 57, 63, bax bu ikisindən və bu iki şərtdən çıxan nəticəyə görə bunları hələ ki yazıram. Sonra 69, 75, 81, 87 və 93, 99. Bunlar bizim həm tək ədədlərimizdir, həm də 3-ə bölünür. Amma bizim burada bir şərtimiz də var ki, ədədin 4-ə bölünməsindən alınan qalıq 3-dür. Demək, bunların da içərisindən 4-ə bölünməsindən qalan qalıq 3 olanları seçəcəyik. Müəllimlər, ilk ədəd nədən başlayacaq? Elə 15-dir və həqiqətən də 15-in 4-ə bölünməsindən alınan qalıq tam düşür, qalıqda 3 qalır, düzdürmü? O zaman 15-dən götürürük. 21-i götürə bilmərik müəllimlər, çünki 4-ə bölünməsindən alınan qalıq 3 olmayacaq. Ondan sonra gələn 27-ni götürə bilərik. Sonra 33-ü yenə götürə bilmirik, 39-u götürə bilirik. Görürük, burada da bir qanuna uyğunluq var. Hər dəfə ədədlər 12 vahid artır, düzdürmü? Elə bilin ki, 15-i götürürük, belə deyək. 21-in üzərinə xətt çəkirik. 27-ni götürürük, 33-ün üzərinə xətt çəkirik. 39-u götürürük, 45-in üzərinə xətt çəkirik. Sonra növbəti nə gəlir? 51 gəlir, sonra 63 gəlir, sonra 75 gələcək. Demək ki, bu şəkildə davam eləsək 87 gələcək və 99 gələcək. Demək, bizim bu üç şərti də ödəyən ədədlərimizin sayına baxsaq 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu bizim oldu müəllimlər. Birinci üsulumuz. Birinci üsul buradan yazdım.
İndi deyək ki, bizdə baxsaq ki, birinci ardıcıllıq ədədi silsilədir. Burada neçə ədəd var? Ədədi silsilənin həddi üsulundan da tapmaq olar və yaxud da bunu saymaq olar. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Niyə mən bunu saydım burada? Bu arada 93'dür. Yəni ona görə saydım ki, deyək ki, bizə böyük interval versin. İndi 15 dənə idi, 15-i yazmaq asandır. Deyək ki, 20 versə, 30 versə, nə bilim 40 versə, biraz onları yazmaq, hələ də ki, onun içərisində bu ədədləri saymaq biraz bu birinci üsula görə, yəni qısa olsa intervalımız rahatdır birinci bu üsul. Amma bəs interval böyük olduqda hansı üsuldan istifadə edirik? Gəlin ona da baxaq. Deyək ki, biz burada nəyə diqqətli olacağıq? Demək, ikinci üsulumuzu yazaq müəllimlər. İkinci üsulumuz. İndi ikinci üsulda müəllimlər nəyə diqqət edirik? Baxırıq ki, elə bir formul belə deyək, yazmalıyıq ki, 4-ə 3-ə 2-yə bölünmə şərtlərini ödəsin. O zaman nədən istifadə edəcək? Yəni elə belə deyək də ən kiçik bölünən götürürük ki, 4-ə də bölünsün, 3-ə də bölünsün, 2-yə də. Demək, o zaman nəyi tapırıq? Əkobu tapırıq. Yazıram əkob 4, 3, 2. Düzdürmü? O zaman bu en küçük bu hem 4'e hem 3'e hem de 2'ye bölünen adet ne olacak? 12 olacak. O zaman 12K artık bizim neyimiz olacak? Formumuz olmuş olacak. Yani belə deyək də ədədlərimiz 12K şəklində dəyişəcək. İndi 12K-nı tapandan sonra ən kiçik, yəni həm 4-ə bölünməsinə alınan qalıq 3, həm 3-ə bölünməsinə alınan qalıq 0, həm 2-ə bölünməsinə alınan qalıq 1 olan ən kiçik ədədi tapsaq, o da nə olacaq? 3 olacaq. Demək, bizim formul ümumilikdə bu şəkildə olacaq. İndi bu hansı şərti ödəməlidir? İki rəqəmli ədədlər arasında yerləşməlidir. Ən kiçik iki rəqəmli 10-dan başlayır, ən böyük də 99-da bitir. İndi adi bərabərsizlik kimi hər tərəfdən biz demək 3'ü çıxsa, bu qalacaq 7 kiçik bərabərdir 12, K kiçik bərabərdir 96-ya. Hər tərəfi 12'ye bölürük. Burandakı K əmsalı 1 olsun. 12'ye bölürük. Bunu da 12'ye bölürük. Düzdürmü? İndi bunu 12'ye böldükdə 0'dan deyək ki, %58 götürürük. Kiçik bərabərdir. 12'lər burada getdi K. Bu da kiçik bərabərdir. Demək 8'e. Bu şərti, yəni 0-dan %58-dən 8 arasında 8-in özünü də alır. Ədədlər hansılardır? K bərabərdir 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu da bizim ikinci üsulumuz. Bu üsul daha profesional, daha böyük aralıq olduqda yazmaq üçün daha əlverişli üsul olmuş olacaq. Deyək ki, ədədlər 30 dənə olsaydı, 40 dənə, dediyim kimi 50 dənə, o zaman saymaq birinci üsul bizə əlverişli olmaz. Amma qısa intervalda artıq o birinci üsuldan da istifadə etmək olar. Keçək növbəti sualımıza müəllimlər. İkinci sualımıza baxaq. Demək, ikinci sualımızda demək belədir şərtimiz. Deyir ki, ilk iki rəqəmi 4, son iki rəqəmi 2 olan və rəqəmləri təkrarsız neçə 5 rəqəmli natural ədəd düzəltmək olar. Müəllimlər, mən buna hər zaman bu tip məsələləri yazarkən, yəni hansı verilən ədədin hansı rəqəmləri üzərində şərt verilibsə, birinci onları yerləşdirəcəyik, sonra növbəti rəqəmlər üçün demək, maksimum seçim variantlarını yazacaq. İndi nə demək istədiyini qeyd edək. Birinci bizə neçə rəqəmli deyir? 5 rəqəmli deyir. O zaman 5 rəqəm yerinə, hər birinin yerinə sanki bir kvadrat çəkirim. Bu birinci rəqəmi, bu ikinci, bu üçüncü rəqəmi, bu dördüncü rəqəmi, bu da beşinci rəqəmi ifadə edəcək. Və ilk rəqəm üçün şərt verib mənə, bir də son rəqəm üçün. Demək, ilk və son rəqəm üçün, yəni birinci və beşinci rəqəm üçün mən verilən şərtlərə uyğun rəqəmləri, yəni maksimum seçim variantlarını yerləşdirəcəm. Ondan sonra növbətlərə baxacağım. İndi bu 1-5-i buradan silim ki, çaşdırıcı bir məqam yaranmasın. İlk rəqəmi 4. Yəni deyir ki, birinci rəqəm yerinə yalnız 4'ü yaza bilərsən. Yəni yalnız 4'ü yaza bilirəmsə, bu kvadratlar içərisində maksimum seçim variantlarını yazırıq. Yəni maksimum neçə seçimimiz var? Bir dənə 4'ü yaza bilirəmsə, demək mənim bir dənə seçimim var birinci rəqəm yerinə. Birinci rəqəm yerinə olan şərtə görə maksimum seçim variantını yerləşdirdim. İndi keçirəm son rəqəm üçün şərt veribdir. Məsəl üçün son verməsəydi, digər üçün versəydi onu yerləşdirəcəkdim.
İndi son rəqəm üçün də deyir ki, ancaq 2 ola bilər. Yəni mən bu son rəqəmə ancaq 2 yaza bilərəm. Başqa verilən 10 dənə rəqəmimiz var, düzdürmü? Onlar içərisindən yalnız 2-ni sonuncu rəqəm yerinə yaza bilirəm, 4-ü də birinci rəqəm yerinə. Burada da yeni maksimum seçim variantım 2-dirsə, demək bir dənə 2-ni yaza bilirəm. Bir dənə seçimim var, o da 2-dir. Burada da bir dənə seçim var, o da 4-dür. İndi mənim 10 dənə rəqəmim var, düzdürmü? Bu 10 dənə rəqəmdən 2 və 4 artıq istifadə elədim. Bunların üzərindən xətt çəkirəm. 10 dənə rəqəmdən artıq x-ə gedibsə, əlimizdə belə deyək, sadə dillə neçə dənə rəqəmimiz qalır? 8 dənə. O zaman ikinci rəqəm yerinə maksimum seçim variantımız. Yəni nədir? Maksimum seçim variantımız, yəni mən bu 8 rəqəmdən 2-dən, 4-dən başqa hamısını yaza bilərəm. O zaman demək maksimum seçim variantım 8-dir və deyək ki, bununla da birini seçsək, ikinci rəqəm yerinə yazdım. Sonra indi bu 8-dən də biri getdi ikinci rəqəm yerinə. Yerdə neçə dənəsi qaldı? 7. İndi üçüncü rəqəm yerinə bu 7 dənə rəqəmdən hər hansı birini yaza bilərik. Maksimum seçim variantı nədir? 7-dir. Deyək ki, onu da seçdik, üçüncü rəqəm yerinə yazdıq. 7-dən də artıq bir dənəsi getdi. 8 idi, bir dənəsi getdi, 7. İndi əlimdə 7 dənə rəqəm var. 7 rəqəmdən də artıq burada neçəsi? Biri bura istifadə olunursa, demək 6 dənə maksimum seçim variantım qalıb. Yəni əlimdə 6 dənə rəqəm qaldı. Yəni 7 çıxılsın 1 bərabərdir 6-ya. Demək, maksimum seçim variantlarında nə edirik? Bir-birinə vuranda mən özüm maksimum seçim variantı deyirəm ki, rahat olsun, dərsdə də o şəkildə izah edirəm. Demək, bunlar da nəyə bərabərdir? 336. Demək, 336 dənə 5 rəqəmli rəqəmləri təkrarsız belə natural ədəd düzəltmək olar. Bugünkü 2 sualımızda müəllimlər bu şəkildə növbəti sualların izahında görüşərik. Sağ olun.